Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli uğurlu olsun. Bugün biz xırda-xırda 3-4 mövzunu birləşdirib bir yerdə keçəcəyik. Niyə? Çünki ayrı-ayrı videolar eləyib sizi yormaq istəmədim. Məsələn, icbar növdür, cerunddur, fe'li sifətdir, ondan sonra məstərdir. Yəni bu 4 mövzunu birləşdirib bir yerdə keçəcəyik. Bizə nə lazımdır? Bizə test düşərkən doğru yazmaq. Bitdi. Ona görə də davam edirik. Deməli, birinci gəlirik pozitiv voice-la, yəni icbar növünə. İcbar növ deyəndə nəyi nəzərdə tutur? Orada hərəkət kimsə tərəfindən icra olunur və dırdı kimi tərcümə olunur. Mən dərsimi yazdırdım, mən işimi gördürdüm. Fikir verirsiniz, bu bizdə də belədir. İngilisdə də belədir, bizdə də belədir. Bəs düstur necədir? Yoldaşlar, net olaraq bunu düstur kimi əzbərləyin. Və biz yadınıza gəlir, mürəkkəb tamlığı necə əzbərlədik? Let-lə make-dən sonra to da gəlməz, ing də gəlməz. Sonra 6 dənə orada fe'l var idi. Məsələn, see, hear, feel, notice, observe, watch. Bunlardan sonra ya ing'li fe'l, ya to-suz fe'l. Bax, bunu görürsünüz necə əzbərlədik. Bunu da belə əzbərləyin. Fərqli heç nə yoxdur. Fərqli heç nə yoxdur. Have-dən sonra tamamlıq gələrsə, digər tərəf past olmalıdır. Get-dən sonra tamamlıq gələrsə, past. Məsələn, I had, have-dən sonra tamamlıq var burada. Tamamlıqda nə etməliyəm? Past qoymalıyam. Bitdi. Bu qədər sadə. Yəni cümləni tərcümə edə bilsəm də, bilməsəm də net olaraq məsələ budur. Bununla bağlı nəsə bir deyiləsi bir şey var. Yox, bu adi bir xəbərdir. Yəni mübtədadan sonradan gələn xəbər. Hədi ürəyin nəydə istəyir qoy, indiki zamanda qoy, keçmişdə qoy, nə istəyirsən elə. O bizə belə deyək də hal-hazırda lazım deyil. Bizə lazım olan həddən sonra tamamlığın gəlməsidir. Tamamlıqdan sonra da fe'limi nəydə qoyacam? Past da. Gəldim get-ə. Get, tamamlıq, ondan sonra nə? Past. Bitdi. İcbar növü bitdi, bu qədər. Görürsünüz necə sadədir. Yəni bunu uzatmağın, sizi yormağın heç bir mənası yoxdur. Bu qədər sadə. Bəs testdə necə düşəcək? Deyəcək ki, choose correct variant, düzgün variantı seç. Mən də seçəcəm. Baxıram ki, had var, tamamlıq var, past axtarım. Bəs digər variantlar necə olacaq? Yazacaq ki, məsələn, send, sending. Məsələn, bir dəfə send qoyacaq, bir dəfə sending qoyacaq, bir dəfə sends yazacaq, bir dəfə to send yazacaq. Təbii ki, də mən past-unu seçəcəm. To-lu yazacaq, ing yazacaq, to-suz yazacaq. Məsələn, zaman qoyacaq, will-dən falan. Bunlar mənə lazım deyil, past lazımdır. İndi düşdük fe'lin təsriflənməyən formasına. Yoldaşlar, deməli, birinci gerunddur, fe'li sifətdir, məstərdir. İndi mən sizə durub burada gerundun incəliklərini, dərinliklərini, gözəlliklərini izah etməyəcəm. Biz siz nəyə izah edəcəm? Mən burada testi konkret olaraq necə düz yaza bilərik? Məsələ bitmişdir. Gerundun sonu ing ilə bitir. Zaten fe'li sifətindən sonra ing ilə bitir. Dilimizdə məstər və ya fe'ldən düzələn isimdir. Yəni 50% fe'l, üstə gəl 50% isim, ortaya çıxır nə? Gerund. Gerundun bizim ana dili qrammatikada qarşılığı yoxdur. Məsələn, fe'li sifətim var. Patspultu deyəndə, yəni bunlar fe'li sifəti bizdə var. Bizdə varsa, mən sizə onu patspultunu bizim fe'li sifətini izah edə bilirəm. Amma gerundu izah edə bilmirəm. Niyə izah edə bilmirəm? Çünki bizdə fe'l və ismin qarşılığından yaranmış bir, mən bildiyim qədərilə qayda yoxdur. Yəni bu ingilislərdə var, bizdə yoxdur. Yəni 50% fe'l, üstə gəl 50% isim, ortaya çıxsın bir gerund. Deməli belə, məstər və belə deyək, fe'l və ismin birləşməsindəndir. Mən necə bilim və testlərdə necə yazım? Bu hissədən odaqlanın, zəhmət olmasa. Aşağıdakı hallarda gerund işlənir. 1. Yəlik əvəzlik. Yəlik əvəzlikdən sonra fe'l gəldisə, gözümüzü yumuruq, ing-ni yapışdırırıq. Bitdi. Məsələn, bizdə orada soruşmayacaq ki, tap görüm, oradakı ing-li fe'l, fe'li sifət birdirmi, yoxsa gerunddurmu? Yoldaşlar, belə bir test tipi yoxdur da, yəni. Aydındır. Bizdə necə test tipi var? Məsələn, your nöqtə qoyacaq, yazacaq to call, to ilə yazacaq, adi call, ing-li call, calling, zamanla yazacaq, will calling və yaxud da ki, keçmiş zamanda called. Mənə nə lazımdır? Yəli əvəzliyi varmı? İminli əvəzliklərdən yalnız və yalnız yəlikdən söhbət gedir. Diqqətlə baxın. Yəlik əvəzliyi, yəlik hal, apostrof görürsünüz. Yəlik haldan sonra və sözünüdən sonra. Yoldaşlar. 3 dənə düsturdur. Yəni, sizin gerunda dair öyrənəcəyiniz məqam 3 dənə düsturdur. Onu əzbərləyin, geçsin. Bir daha. Yəli əvəzlik, yəlik hal,
Sözünüdən sonra gördünmü feili gözümüzü yumuruq, ing-ni yapışdırırıq, məsələ bitmişdir. Bu qədər sadə. Yəni gerondu belə gözünüzdə böyütməyin. Görürsünüz, 2 dəqiqənin içində gerondu da izah elədik. İcbarı da izah elədik. Bu kimi feillər var ki, artıq burada əzbərləmək lazımdır. Deyək, bəzi feillərdən sonra gerund işlənir. Məsələn, mind, object, enjoy'dur. Bu formada. Deyək ki, she has objected coming. Object olduğuna görə ing qoyuram. Yəni, bunlar ehtimal var, düşə bilər. Ona görə də bu formada vermişəm. Və bəziləri var ki, ən populyarlarıdır bunlar. Çox işlənəndir. Bundan sonra gerund ola bilər, məsdər də ola bilər. Məsələn, mən burada reading də yaza bilərəm, to read də yaza bilərəm. İndi siz oradan bir sual verirsiniz ki, mən ola bilərmi ki, həm reading yazsın, həm to read yazsın? Təbii ki də belə şey ola bilməz. Testologiyada 5 variantın 4-ü net olaraq səhv olmalıdır. Bir variant isə %100 doğru olmalıdır. Yəni orada məsələn 10% düzdür və yaxud da 90% düzdür, belə bir şey yoxdur. Yəni dəqiq. Səhvdirsə səhvdir, düzdürsə düzdür. Məsələ bitmişdir. Yəni bunun o tərəf bu tərəfi yoxdur. Gəldim feil sifət. Biraz feil sifətlə tanış olaq. Feil sifətlə əslində feil dərsini keçəndə biz keçmişik, amma bir daha burada bir eşidək görək bu feil sifət nə deməkdir. Deyir, ingilis dilində feil sifətin 2 forması var. Feil sifət 1, feil sifət 2. Participle 1, participle 2 nə deməkdir? Participle 1 ing-li feillərdir. Participle 2 isə biz yadınıza gəlir, feildə, qaydasız feilləri öyrənəndə orada 3 dənə cərgə var. Məsələn, go, indiki zaman, went, past simple, keçmiş zaman və participle 2. Go-nun participle 2-su nədir? Gone. Bax, o həmin hissə qaydalarda eynidir. E-də artırırsınız, qaydasızlarda isə onu əzbərləmək lazımdır. Participle 1 isə bütün feillərdə eynidir. ing artırılmış forması. Deyir, indiki zaman feil sifəti, yəni participle 1-ın, yəni ing-lisi feilin sonuna ing artırmaqla düzəlir. Participle 1 dilimizə anən kimi tərcümə olunur. Məsələn, qız, hansı qız, danışan qız. Məsələn, oğlan, hansı oğlan, rəqs edən oğlan, dancing boy. Fikir verirsiniz, dancing boy. Rəqs edən oğlan mənim qardaşımdır, is my brother. Aydındır. Bu qədər sadə. Tərcümə edirəm. İndi sizdə lazım deyil də, məsələn, fikirləşəsiniz ki, bu talking burada participle 1-dır, yoxsa gerund. Lazım deyil, yəni burada tərcümə. Mənə nə lazımdır? Bu participle 2-durmu, yoxsa məsələn ing-dirmi, yoxsa məsələn mən orada talk id ilə deyim, yoxsa ing ilə deyim. Mənə bu lazımdır. Mən də baxıram ki, tərcümə edirəm. Hə, bu anən deməkdir, danışan qız. Aha. Keçmiş zaman feil sifət isə qaydalara e-dir. Bayaq dediyim kimi, yəni feillər qaydalıdırsa, participle 2-su belə düzəlir, e-dir ilə bütün hamısı. Qaydasızlarda isə əzbərləməliyik. Məsələn, taken, flown, take, took. Bayaq mən orada bir ünlüləri yanlışda yol verdim. Take ed ilə kökündən dəyişir. Took, taken, flow, flew, flown, go, went, gone. Bax, o üçüncü hissə. Bizdə o, niyə görə burada F3 yazırlar? Bizdə o üçüncü hissəyə gəlir ki, məsələn, go, went, gone. 1, 2, 3. Deməli, biz burada fikir verin, go, went, gone. Biz buna görə deyirik ki, gone feilin necə 1, 2, 3, 3. Ona görə F3 yazırıq biz bura. Yəni, feilin üçüncü forması. Aydındır. Yəni, bunu silə bir dənə rahat olsun bizə. Okay. Qaydalarda e-də artırdım, qaydasızlarda kökündən dəyişdim ki, onu da əzbərləməliyəm. Deyir, keçmiş zaman feili sifət mış kimi tərcümə edilir və participle məhsulluq bildirir. Məsələn, the built bridge, tikilmiş körpü. Məsələn, participle necə tərcümə elədim? Anən kimi. Danışan, nə bilim, qız, rəqs eləyən oğlan. Burada da tikilmiş körpü. Deyir, həm participle 1, həm də participle 2 tərkib şəklində verilə bilər. Tərkib feil sifətlərdə feil sifətə aid olduğu ismin sağına keçir. Yəni, burada gözümüzü çox da bir şeylə qorxutmamalıyıq. Yerini bizə deyir. Deyir ki, biz bayaq gördük ki, participle 1 cümlə, həmin sözün harasını işlənir? Önündə, build-u da önündə qoydum. Bir dənə bu boyda, məsələn, belə deyək, əgər sizə qarşılıq gəlirsə, bu o deməkdir ki, participle 1 və participle 2 yerini dəyişə bilər. İstəsəm the children, the child talking da deyə bilərəm, the bridge, build da deyə bilərəm. Bunu qabaqda da deyə bilərəm. Yəni, fərqli bir şey yoxdur, yerini dəyişə bilir.
Sonra deyək ki, fe'li sifət sadə və tərkib olmaqla iki qrupa bölünür. Nə deməkdir? Sadə fe'l iki sözdən ibarətdir. Fe'li sifət. The built bridge, broken vase, sınmış vaza mənasına mışmış. Sonra deyək ki, tərkibi fe'l isə 3 və daha artıq hissədən ibarətdir. The bridge built 2 years ago. Bu görürsünüz, 1, 2, 3. Sonra 1, 2, 3. Uşaq tərəfindən sınmış vaza. Vaza, söhbət vazadan gedir. Hansı vazadan? Sınmış vazadan gedir. Hansı vazadan? Uşaq tərəfindən sınmış vazadan. Dəyişən bir şey yoxdur yəni. Sadəcə olaraq bu patspultudur. Bu nədir? Tərkibi patspultudur. Aydındır. Tərkibi fe'li sifətdir. Yəni fərqli bir şey yoxdur. Yəni biz də bunu görəndə yenə də çaşmırıq, həyəcanlanmırıq. Fe'li sifət testlərindən nöqtələrdən əvvəl gələn ismə və variantlardakı fe'lə diqqət etmək lazımdır. Niyə? Çünki o bizim açarımızdır. Hərəkət məlum növdədirsə participle one, məhsul növdədirsə participle two. Yəni, the carpet there belongs to Azerbaijan. Deməli, bu xalça, burada biraz məhsulluq var. Həm tərcümə edib də tapa bilərəm, anan kimi eləyə bilmirəm, yəni göstərilən xalça yox, göstərilmiş xalça. Kim göstərib? Bilmirəm. Görürsünüz, məhsulluq var. Məhsulluq olduğuna görə avtomatik olaraq hamısını atdım, nəyə götürdüm? Şan. Aydındır. Bax, burada onu demək istəyir. Demək istəyir ki, ey yoldaş, bax, buradakı boşluq məhsulluq barındırırsa, yəni özündə məhsulluq varsa, sən bunu participle ilə verməlisən. Bu qədər sadə. Nöqtələrdən əvvəl bay gələrsə, participle to, bax, bu formadan nöqtədən əvvəl bay gələrsə participle to, sonra gələrsə ing. Sizcə niyə? Biz niyə? Çünki bu söz önüdür. Biz nə demişdik? Söz önüdən sonra ing yazacağıq, yazdıq. By doing. Bəs öndə participle to. Burada participle to, bu hissədə isə gerund yazacağıq. Yəni, bayaqki dərsi burada təsdiqləmiş oldum. Söz önüdən sonra 100% ing. Yeri gəlmişkən, gəl bir dənə təkrarlayaq. Gerund 3 halda işlənirdi. 1. Yelik əvəzlik. 2. Yelik hal. 3. Söz önüdən sonra nə gələr? Ing gələr. Hə, öndə nə gələr? Bayın önündə participle to gələr. Sadə primitiv bir şeydir yəni. When, while, after, before. Bunlardan sonra nə yazmalıyam? Ing işlətməliyəm. When coming, after, reaching, before painting, while having. Ing-li fe'l. Yəni burada fərqli bir şey yoxdur. Yəni bunları gördümsə ing yazıram. When, while bağlayıcı olduğu üçün onlardan sonra gələn ing-li fe'l fe'li sifətdir. After və before'dan sonra gələn ing-li fe'l isə gerunddur. Yoldaşlar, belə deyək də, mənə testi düz yazmaq lazım. Yəni sizdən heç kim soruşmayacaq ki, tap görün when-la while-dan sonra gələn fe'li sifətdirmi, gerundurmu, yoxsa after before'dan sonra. Hə, bunu gələcəkdə öyrənərsiniz. Amma bizə hal-hazırda belə deyək, bu qarşılıq dönəmində 5 dənə fənlə bir yerdə hazırlaşırsınız. Bizə nə lazımdır? Testi düz yazmaq. Net. Düz yaz da, yəni. When'dir, while'dır, after'dır, before'dur. Gördün, söhbəti bağla. Yaz ing-ni qutardı, getdi. Zaten məndən də onu istəyir. Bu qədər. Aha, gəldim bura. Yer fe'li sifət, yəni participle one, həm də fe'li bağlama xüsusiyyətində malikdir və zərflik roluna çıxış edə bilir. Sadəcə olaraq burada deyir ki, rol olaraq cümlədə yerini göstərir. Being ill, he had to miss the lesson. Xəstə olduğuna görə o neynədir? Dərsi qaçırdı. Ya, bax, burada neynədir? Səbəbdir. Səbəb zərfliyini göstərdi. Yenə də mən burada məsələ nədir? Testdə bunun qarşısını boş qoyur. Sənə variant verir. To'lu versiya, to'suz versiya, ing-li versiya, 2 dənə də zamanlı versiya deyir ki, get tap görüm hansıdır. Aydındır. Mənə də nə lazımdır? Yəni, buradakının ing olduğunu tapa bilməkdir. Yəni, mən bunu tərcümə edirəm. Xəstə olduğu üçün, olduğuna görə deməli, dərsi buraxmalı oldu. Əgər nöqtələrdən əvvəl artikl gəlibsə, deməli, fe'li sifət işlətməliyik. Çünki məsələ və gerund artiklda işlədilmir. Deyir ki, artikl gəlib və mən buraya nə qoymuşam? Ing. Yoldaşlar, yəni bu, burada belə deyək, my da olsa ing-dir, artikl da olsa ing-dir. Dəyişən şey yoxdur. Sadəcə olaraq dəyişən siz nədir? Bu fe'li sifətdir, amma my qoysam, olacaq gerund. Yəni, testdə də belə bir şərt yoxdur da, yəni, choose correct gerund, choose correct participle one, participle two. Ona görə ürək rahatlığına deyirəm ki, artiklda gəldi ing yaz,
Yəli əvəzli də gəldi aynı cihaz, yəli halda gəldi aynı cihaz, sözün də gəldi aynı cihaz. Yəni bu qədər sadə. Məsdər nə deməkdir? Yoldaşlar, bu bizim bildiyimiz sadə bir şeydir. Biz bu hissəni mürəkkəb tamamlıqda vurğulamışıq. Demişik ki, passivin düsturundan sonra, to be possible-dan sonra bir dənə də gəlirsə, burada to qoymalıyam. Niyə? Çünki bu maqməkdir. 2 dənə feil yanaşı işlənirsə, ortasında to olmalıdır. Mən getmək istəyirəm. Maqmək, bizdəki məsdər maqmək, ingilislərin tosudur. Aydındır. I was made to wait. Gözləməyə. Nəyə? Gözləməyə. Aydındır. 2 dənə feildir. Ortasında nə işlətdim? To işlətdim. Yəni, bu qədər sadə və primitiv. Aşağı. Deyir ki, gerund ilə verilən cümlələrin məsdərə çevrilməsi. Məsələn, necə çevirir? Deyir ki, being a disciplined person is not too easy, asan deyil. Learning a foreign language is amazing. Yəni, mənə bu ing ilə verildi və bunu tool versiya çevirmək istəyir. Deyir, belə cümlələri gerundu məsdərə çevirmək üçün yalançı mübtəda olan it əvəzliyindən istifadə olunur. Yəni, burada it yoxdur, düzdürmü? Mən buraya yalançı göz aldatmaq üçün it əlavə edirəm. It is not easy to be a disciplined person. Burada nə deyib? Being a disciplined person is not too easy. Deyir ki, məsuliyyətli, disiplinli olmaq nədir? Asan deyil. Burada da deyir ki, asan deyil. It is not easy. Nə? Məsuliyyətli olmaq. It is not. Sadəcə olaraq bura bir dənə it artırıb və onu bir cümlə halına çevirib. Yəni, burada fərqli heç nə eləmədim. Burada görürsünüz, is not-u var zaten. Is not so easy. Bunu gətirdim, qoydum bura. Bir dənə it artırdım. It is not easy. Baxın, çevrildi nəyə? To be a discipline. Niyə görə to be oldu? Çünki burada mübtəda xəbər, bu to be feilidir. To be feili, bunun özü zaten bir-dir. 2 dənə feilin ortasında nə qoydum? To yazdım. Yəni, bu qədər sadə. Hətta mən bunu mətnlərimizdə bizim parafrez etməyə var. Deyim, ən azı 2 dənə sözü dəyiş yaz. Məsələn, onlarda istifadə edə bilərəm. Aydındır. Ki, daha pafoslu olur. Gördüyünüz yoldaşlar, bu qədər sadə. 4 dənə mövzunu gözünüzdə böyütdüyünüz, şişirdiyiniz mövzuları birləşdirdik. Yəni, bu formada, sadə formada verdik. Bizi izləmədə qalın ki, digər videolarımızdan yararlanasınız. Sağ olun, uğurlar.